Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Ən həssas 3 bürc salam əziz izləyicilər. Bu videoda astrologiyada ən həssas hesab edilən 3 bürcdən danışacaq. Qeyd edək ki, astrologiya elmi olaraq sübut olunmuş bir sahə deyil və burada təqdim olunan məlumatlar əyləncə və ümumi məlumat məqsədi daşıyır. İnsanların xarakteri təkcə bürcləri ilə müəyyən olunmur. Bununla belə astrologiya ilə maraqlanan şəxslər bəzi bürclərin digərlərinə nisbətən daha emosional və həssas olduğunu düşünürlər. Üçüncü yerdə balıqlar bürcü qərarlaşır. Balıqlar bürcü xəyalpərəst və duygusal xarakteri ilə tanınır. Bu bürcdən olan insanların başqalarının hisslərini anlamaq qabiliyyətinin güclü olduğu deyilir. Onlar ətraflarında baş verən hadisələrdən və insanların davranışlarından tez təsirlənə bilirlər. Balıqlar çox vaxt başqalarının problemlərini öz problemləri kimi qəbul edir və bu səbəbdən emosional yorğunluq yaşaya bilirlər. Astrologiya həvəskarlarının fikrincə balıqlar bürcü incəsənətə, musiqiyə və yaradıcılığa xüsusi maraq göstərir. Onların hissləri dərin olduğu üçün sevinc və kədəri də çox güclü şəkildə yaşadıkları bildirilir. Məhz buna görə balıqlar ən həssas bürclər siyahısında tez-tez qeyd olunur. İkinci yerdə xərçəng bürcü yer alır. Xərçəng bürcü ailəyə bağlılığı və emosional dünyasının zənginliyi ilə tanınır. Bu bürcdən olan insanların yaxınlarına qarşı son dərəcə qayıbkeş olduqları söylənilir. Onlar ailə üzvlərinin və dostlarının problemlərinə biganə qala bilmirlər. Xərçəng bürcünün nümayəndələri tez-tez keçmiş xatirələrə bağlı olur və yaşadıkları hadisələri uzun müddət unutmurlar. Onların hisslərini incitmək bəzən çox asan ola bilər. Kiçik görünən bir söz və ya davranış belə onların qəlbində iz buraxa bilər. Astrologiyada xərçəng bürcü ay tərəfindən idarə olunan bürclərdən biri hesab edilir. Buna görə də onların emosional dəyişikliklərə daha açıq olduqları düşünülür. Onlar sevgi, dostluq və ailə münasibətlərinə böyük önəm verirlər və bu münasibətlərdə yaşanan hər hadisəni dərindən hiss edirlər. Birinci yerdə isə əqrəb bürcü qərarlaşır. Bir çox insan əqrəb bürcünü güclü və sərt xarakterli hesab etsə də, astrologiya ilə məşğul olanlar onların daxilən çox həssas olduqlarını bildirirlər. Əqrəblər hisslərini hər zaman açıq şəkildə göstərməsələr də, baş verən hadisələri dərindən yaşayırlar. Onlar etibar mövzusuna xüsusi önəm verirlər. Bir insana güvəndikdə tam səmimi olurlar, lakin xəyanət və ya etimadın pozulması onları uzun müddət təsir altında saxlaya bilər. Əqrəb bürcündən olan şəxslərin hisslərini gizlətməyi bacarmaları onların həssas olmadıkları anlamına gəlmir. Astrologiyada əqrəblərin güclü intuisiya sahibi olduqları və insanların davranışlarını diqqətlə analiz etdikləri qeyd olunur. Bu xüsusiyyətlər onların emosional hadisələri daha dərindən qəbul etməsinə səbəb ola bilər. Beləliklə, astrologiya həvəskarlarının fikrincə ən həssas 3 bürc balıqlar, xərçəng və əqrəb hesab olunur. Lakin unutmayaq ki, hər insan fərqlidir və xarakter yalnız bürclə müəyyən edilmir. İnsanların davranışlarına həyat təcrübələri, ailə mühiti, təhsil və bir çox digər amillər təsir göstərir. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Yeni maraqlı mövzularla yenidən görüşmək ümidi ilə sağ olun,